Siqaret çəkirsən, amma bədəninin içində nələrin baş verdiyini həqiqətən bilirsən? Bu videoda əvvəlcə siqaretin bütün zərərlərini, sonra isə onu necə tərk etməli olduğunu addım-addım göstərəcəyəm. Hər dəfə tüstünü içinə çəkəndə təkcə nikotin almırsan. 7000-dən çox kimyəvi maddə ağciyərlərinə daxil olur. Bunların yüzlərlə zəhərlidir, onlarla isə xərçənglə birbaşa əlaqəlidir. Hər dəfə çəkdiyin siqaret ağciyərlərində alveollara ziyan vurur, oksigen mübadiləsini azaldır və bədənini sürəkli yavaşladır. Nikotin beyində dopamini süni şəkildə artırır, yəni sən xoşbəxt olmursan, sadəcə aldadılırsan. Beyin bunu mükafat kimi yadda saxlayır və hər stres anında səni siqaretə yönləndirir. Bu aslılıq təkcə fiziki deyil, həm də psixoloji olur. Ağciyərlərin zədələnməsi nəticəsində nəfəs darlığı yaranır. Qaçarkən və məşq edərkən performans azalır. Ürək daha çox işləyir. Əzələlər oksigen çatışmazlığından daha tez yorulur. Siqaret həm də immun sisteminə zərər verir. Qan damarlarını daraldır, infeksiya riskini artırır və bərpa prosesini ləngidir. Və unutma, bu sadəcə sağlamlıq zərəri deyil, həm də pul itkisidir. Gündə bir qutu siqaret üçün pul xərcləyirsənsə, ayda yüzlərlə, ildə isə minlərlə manat sənin cibindən çıxır. Bu, uzun müddətdə böyük bir maliyyə yüküdür. İndi isə insanların etdiyi ən böyük səhvlərə baxaq. Birinci səhv, yavaş-yavaş azaldaram. Bu, ən böyük tələlərdən biridir. Çünki bədən və beyin tam azad edilmədikdə, hər stres anında nikotin istəyi yenidən aktiv olur. İkinci səhv, triggerləri görməzdən gəlmək. Səhər kofe içəndə, stres altında və ya dost mühitində siqaret çəkmək aslılıq dövrəsini davam etdirir. Üçüncü səhv, yalnız motivasiyaya güvənmək. Motivasiya dəyişkəndir, amma vərdiş qalır. Buna görə də sistemli plan lazımdır. İndi isə həll yolu. 1. Qəti qərar ver. Özünə bir tarix təyin et və o gündən etibarən 0 siqaret. Qəti ol, bəlkə yoxdur. 2. Triggerləri dəyiş. Siqaret istədikdə su iç, saqqız çeynə, qısa gəzintiyə çıx. Gün ərzində tətikləyici vəziyyətləri öncədən planla və onları alternativlərlə əvəz et. 3. Bədənini dəstəklə. Daha çox su iç, gündəlik idman əlavə et və yuxunu normallaşdır. Fiziki fəaliyyət dopamin səviyyəsini artırır və siqaret istəklərini azaldır. 4. Mühiti dəyiş. Səni siqaretə qaytaran yerlərdən və insanlardan uzaq dur, xüsusən ilk həftələrdə. 5. Nəfəs texnikası, pro-tip. Dərin diafragmatik nəfəs al. Burnundan 4 saniyə nəfəs al, 2 saniyə saxla, 6 saniyə yavaş-yavaş ver. Bu, sinir sistemini sakitləşdirir və nikotin istəyini real şəkildə azaldır. Gündə 5-10 dəqiqə tətbiq et, stres anlarında dərhal istifadə edə bilərsən. Unutma, siqareti buraxdıqdan sonra bədən dərhal bərpa olunmağa başlayır. 20 dəqiqəyə ürək ritmin normallaşır. 24 saatda karbon monoksid səviyyəsi azalır. 2-3 həftəyə nəfəs açılır, dözümlülük artır. 1-2 aya enerjin yüksəlir, məşq performansın maksimuma yaxınlaşır. Siqareti buraxmaq sadəcə vərdişi qırmaq deyil, həm də bədəninə, beyninə və cibinə nəzarəti geri almaqdır. Bu, güclü və sağlam versiyan olmaq üçün böyük bir addımdır. Seçim səndədir. Zəif vərdiş, yoxsa güclü bədən və sağlam pul durumu.